şirkətin problemini doğru aydınlaşdırdıqdan sonra ona fərqli həll yolları tapıb, əldəki resurslara görə ən doğru həll yolu təklif etmək. Bu platforma tələbələrə strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi bacarıqlar qazandırır. Hələ də xatırlayıram, universitet tələbəsi olanda ABC yazıldığım o anı. O zaman bilmirdim ki, bu qərar mənim peşəkar həyatımı dəyişəcək. Mən ADA Universitetində təhsil alırdım və ABC-nin final mərhələsi həmin ərəfədə universitetdə keçirilirdi. Oradakı atmosfer diqqətimi cəlb etdi. Komandalar kostyumda real business case-lar təqdim edir. Münsiflər tələbələrə çətin suallar verir. Hər yerdə ciddi və həyəcanlı ab-hava vardı. O zaman düşünüb qərar verdim, mən bu layihənin bir hissəsi olmalıyam. ABC, yəni Azərbaycan Business Case yarışması ölkəmizin gələcək biznes liderlərini formalaşdırmaq məqsədi ilə keçirilən illik bir yarışmadır. Burada tələbələr maliyyə, marketinq, mühasibatlıq və menecment sahələri üzrə biliklərini sınayırlar. Onlar real biznes problemlərlə qarşılaşıb onlara həll yolları axtarır və Azərbaycanın aparıcı şirkətlərindən ibarət münsiflər heyəti qarşısında çıxış edirlər. Real business case və onun analizi dedikdə nə nəzərdə tuturuq? Real business case hər hansı bir şirkətin qarşılaşdığı gerçək bir problem və ya strateji qərardır. Məsələn, bir şirkət yeni bazara girmək istəyir və hansı strategiya seçməli olduğunu bilmir və ya şirkətin gəlirləri düşüb, bunun səbəbini tapıb, bununla bağlı tədbir görmək lazımdır. Real business case analizi dedikdə isə şirkətin problemini doğru aydınlaşdırdıqdan sonra ona fərqli həll yolları tapıb, əldəki resurslara görə ən doğru həll yolu təklif etməkdir. Yəni, nə lazımdır sualına yox, həm də necə etmək lazımdır sualına cavab vermək önəmlidir. ABC-də tələbələr məhz bu bacarıqlarına görə qiymətləndirilirlər. ABC-nin tarixi 2002-ci ilə dayanır. Azərbaycanda business case analizin yetərincə inkişaf etməməsini görən könüllü MBA məzunları bu layihəni irəli sürür. 2006-cı ildə isə AAA, yəni ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyası ABC-nin keçirilməsinə eksklüziv hüquq alır və 2010-cu ildən bəri ABC yarışmalarını təşkil edir. Bugün ABC Azərbaycanın ən nüfuzlu təhsil platformalarından biri hesab olunur. Burada şirkətlər üçün istedadlı tələbələr kəşf edib, onlara dəstək olmaq üçün əla fürsət yaradır. Yarışma ingilis dilində keçirilir və 2-ci, 3-cü və 4-cü kurs bakalavr və ya magistratura tələbələri qoşula bilər. Mən və qrup yoldaşlarım qaydalara uyğun olaraq 2014-cü ildə yarışmaya qatılırıq. O zaman 3-cü kurs tələbələri idik, həyəcanlı və təcrübəsiz idik. O zaman bilmirdik ki, bu yarışmadan alacağımız təcrübə dərs kitablarından qat-qat daha dəyərli olacaq. ABC heç vaxt akademik dərs olmaq üçün nəzərdə tutulmayıb. Bura əsl təcrübə meydançasıdır. Tələbələr biznes konsultantların yerinə keçərək real problemləri real çətinliklərlə həll etməyə çalışır. Doğru cavab yoxdur. Əsas məsələ strukturlu şəkildə həll yolu qurmaq, öz ideyanı təzyiq altında müdafiə etmək və işlək, həyata keçirilə bilən bir təklif verməkdir. Yarışmanın gücü həm də güclü təlimçi komandasında özünü əks elətdirir. Təlimçilərimiz böyük şirkətlərdə çalışan ABC məzunları idi, çox cool insanlar idi. Bizi bir məsləhətçi kimi düşünməyə vadar edirdilər. Bundan sonra 4-cü kurs tələbəsi olaraq da yarışmaya yenidən qatıldıq. Komanda olaraq qalib olmasaq da təşkilatçılıq komandasına dəvət aldım. Bu mənim üçün qalib olmaqdan daha böyük sevincidir. Mənə etibar edildi, platformaya öz töhfəmi verməyə şans verildi.
Növbəti illər ərzində inanılmaz mentorlarla çalışdım. Onlar bizi bu platformanı inkişaf etdirməyə təşviq edirdilər. Bu müddət ərzində platformaya daha çox sponsor cəlb etdik və ABC-yə hazırlıq məqsədi daşıyan Biznes Akademiya adlı layihəni davam etdirib onu daha da təkmilləşdirdik. Biznes Akademiyası tələbələrin maliyyə, marketinq və biznes analiz kimi mövzularında həm nəzəri, həm də praktiki biliklərini artıran və ABC-yə hazırlıq olaraq güclü bünövrə yaradan bir platformadır. Mən bir neçə il ərzində istedadlı həmkarlarla çalışdım. Biz birlikdə böyüdük, birlikdə inkişaf etdik. 3 il ardıcıl təlimçi oldum. Sonradan münsif heyəti olaraq ABC-yə hər il qayıdırdım və bu şəkildə öz töhfəmi verməyə davam etdim. Bu il yenidən təlimçi olaraq yarışmaya qayıtdım və ABC-yə qayıtmağımın əsas səbəblərindən biri burada tələbələrin inkişafına şahid olmaqdır. Yenidən tələbələrlə əlaqədə olmaq, onlara yol göstərmək və eyni zamanda da onlardan öyrənmək bu yolculuğun ən gözəl hissəsidir. ABCC Azərbaycanda tələbələri fərqli sənayelərdəki biznes problemlərlə tanış edən nadir platformalardan biridir. Burada real şirkətlərdən götürülmüş кейslər işlənilir. Yarışmanın ilkin mərhələlərində 3 həftə ərzində bəlli vaxt məhdudiyyətində tələbələr biznes кейslər təhlil edir, təqdim edir və təlimçilər tərəfindən rəy alır. Sonradan komandaların yarışdığı test round, ardınca yarımfinal və sonda 4 komandanın mübarizə apardığı final round olur. Qeyd etmək istəyirəm ki, final roundda tələbələrin кейsi təhlil etməyə cəmi 48 saatları olur. Qalibləri isə sponsor şirkətlərin vəzifəli şəxsləri və ABC məzunlarından ibarət münsiflər heyəti təyin edir. Yarışmanın sonunda qalib komandalar üçün maddi mükafat var, bəli. Amma tələbələrin ABC-də ala biləcəyi ən böyük qazanc burada yaşanan təcrübə və şəxsi transformasiyadır. Bəzi komandaların necə dəyişdiyini, necə inam qazandığını görmək çox ilham vericidir. Mən onlara həmişə deyirəm, qalib gəlmək əsas uğur göstəricisi deyil. Düşünürəm ki, öz təcrübəmlə buna canlı nümunəyəm. Tələbələr ABC-də şirkətlərin necə işlədiyini görür, özlərini iş dünyasında hiss edirlər. Eyni zamanda da şirkətlər özlərinin potensial işçiləri ilə tanış olur. Məhz buna görə ABC yarışmasından sonra bir çox tələbə iş və ya təcrübə təklifləri alır. Və burada vacib bir məqam var. ABC ədalətli olmaq üçün qurulmayıb və bu tamamilə doğrudur. Çünki həyat ədalətli deyil. Hər bir münsifin baxış bucağı fərqli ola bilər. Tələbələrin qarşısına çıxarılan problemlər dəyişir və qərarlar tam ağ və ya qara olmur. ABC-də də həyatdakı kimi qalib gəlmək üçün ən doğru cavabı vermək kifayət etmir. Uyum sağlamaq, fikrini aydın və inandırıcı şəkildə təqdim etmək və təzyiq altında özünü ifadə edə bilmək. Əsas bacarıqlar bunlardır. Bu platforma tələbələrə strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi bacarıqlar qazandırır. ABC platforması ödənişsizdir, yüksək keyfiyyətlidir və Azərbaycanda düşünən, inkişafa meylli olan və dəyişiklik yaradan bir gənc nəsli formalaşdırmaq üçün çalışır. Əgər bu çıxışı izləyən tələbəsənsə və ABC kimi çağırışa hazırsanmı sualını verirsənsə, mükəmməl anı gözləmə. Bəzən ən böyük dəyişim üçün sadəcə bir addım kifayət edir.